Herkese salam, növbəti faydalı videoma hoş gəlmisiniz. Bu videomda sizə vacib və tez-tez tələb olunan bir mövzunu izah edəcəyəm. 50 haqqında arayışın onlayn şəkildə necə əldə olunması. Müxtəlif rəsmi prosedurlar, müraciətlər və sənəd tələbləri zamanı bu arayışa ehtiyac yaranır və bir çox insan bu prosesi necə düzgün həyata keçirməli olduğunu tam bilmir. Artıq dövlət xidmətlərinin rəqəmsallaşması sayəsində bu kimi arayışları evdən çıxmadan qısa müddətdə əldə etmək mümkündür. Lakin prosesin bəzi etapları diqqət tələb edir və düzgün addımların atılması vacibdir. Bu videomda mən sizə addım-addım sadə və aydın formada əlillik haqqında arayışı onlayn şəkildə necə əldə edə biləcəyinizi göstərəcəyim. Əgər siz də vaxt itirmədən və çətinlik yaşamadan bu sənədi əldə etmək istəyirsinizsə, videonu diqqətlə izləyin. Bunun üçün hər hansı bir brauzerə daxil oluruq. Axtarış yerinə MyGov ID yazırıq. İlk çıxan yazıya toxunuruq. MyGov ID yazılan hissəyə toxunuruq. Sağ tərəfdə yuxarı daxil olun yazısına toxunuruq. Burada birinci növbədə şəxsi kabinetə daxil olmaq lazımdır. Bunun üçün müxtəlif giriş üsulları var. Mən MyGov proqramı, telefonda MyGov proqramı vasitəsindən sistemə daxil olacağım. Əgər sizdə yoxdursa, digər üsullar baxırsınız burada. Digər üsullar seçirsiniz. Sima imza ilə, asan imza ilə və identifikasiya nömrəsi, yəni şəxsiyyət vəsiqəsi məlumatlarıyla şəxsi kabinetinizə daxil ola bilərsiniz. MyGov proqramını telefonda açıram. MyGov proqramdakı QR kodla ekranda baxdığınız QR kodu skan edirəm, təsdiqləyirəm və anında şəxsi kabinetə daxil oldu. Burada birinci baxdığınız MyGov yazılan hissəyə toxunuruq. Daxil olun yazısına toxunuruq. Sol tərəfdə yuxarıda baxırsınız. Ana səhifə və sağında xidmətlər yazılan bölmə var. Xidmətlər yazılan hissənin üzərinə gələndə baxırsınız. Üst bölmə çıxır. Həyat hadisələri, qurumlar, sahələr. Qurumlar yazılan hissəyə toxunuruq. Deməli, əlillik haqqında arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim ediləcək. Onun üçün biz birinci olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yazılan hissəyə toxunuruq. Aşağı düşürük. Baxırsınız. Əlillik haqqında arayış yazılan hissəyə toxunuruq. Müraciət et yazısına toxunuruq. İndi burada diqqətli olmaq lazımdır. Lazım məlumatları lazımı yerə, yəni dəqiqliklə əlavə etmək lazımdır. Əlillik haqqında arayış. Arayışın təyinatı yazılan hissənin alt tərəfində deməli 4 variant çıxır. Arayışı yəni hansı məqsəd üçün alırsınızsa bu 4 variantdan birini seçməlisiniz. Viza almaq, kredit almaq, ipoteka kredit almaq və digər. Mən digər üsulu seçirəm. Onun alt hissəsində sənədin etibarlılıq müddəti. Yəni etibarlılıq müddətini
özünüz təyin edirsiniz ki, aldığınız arayış hansı müddətə qədər qüvvədə qalsın. 5 gün, 10 gün, nə qədər siz yaza bilərsiniz. Mən misal üçün bir günlük istəyirəm qüvvədə olsun. Yirmi səkkiz 05 2026. Deməli, bu hissəni yazandan sonra onun alt hissəsində arayışın təqdim olunacağı yer. Əgər ünvanlı seçsəniz, baxırsınız burada. Konkret hansı qurum sizdən arayış tələb edirsə, onu bu hissəyə yazmaq lazımdır. Əks halda ümumi olan hissəni seçə bilərsiniz. Onun alt tərəfində əlaqə məlumatları bölməsinə məndə sistemdə nömrəm olduğu üçün avtomatik burada görsənir. Sizdə görsənməyə bilər. Yəni bu əlaqə məlumatları olan hissəyə öz telefon nömrənizi qeyd edə bilərsiniz. Əlaqə məlumatlarının alt hissəsində elektron poçt ünvanı mütləq qeyd edilməlidir. Yəni e-mail adresinizi qeyd etməlisiniz. Bütün məlumatları əlavə etdikdən sonra baxırsınız alt hissədə təsdiqlə yazılan hissəyə toxunuruq və anında arayış uğurla yaradıldı və yükləndi. Sağ tərəfdə yuxarıda baxırsınız kompüterə bu formada PDF formatda yüklənir. Əgər telefonla daxil olsanız telefona yüklənəcək. Kompüterlə daxil olmuşsunuzsa kompüterə bu formada yüklənəcək. Qeyd edim ki, yəni bu 50 haqqında arayışı MyGov tətbiqi, yəni MyGov mobil tətbiqi vasitəsindən də əldə etmək olur. Mən indi kompüter vasitəsindən birbaşa rəsmi sayta daxil oldum. Yəni bu arayış növünü dediyim kimi MyGov mobil tətbiqi vasitəsindən də əldə etmək olur. Və bu arayışı birbaşa PDF formatda deməli, hansı qurum tələb edirsə onlayn vasitəsində həmin qurum vasitəsindən həmin quruma da göndərə bilərsiniz. Və bu arayışın PDF formatda təqdim edib, yəni A4 formatda sənəd formasında çıxardıb həmin quruma, yəni hansı qurum tələb edirsə oraya təqdim edə bilərsiniz. Deməli, əlillik haqqında arayışın onlayn əldə edilməsi videom bu qədər. Ümid edirəm ki, sizlər üçün faydalı oldu. Əgər faydalı oldusa, bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Baxdığınız üçün sağ olun.